şirin sudan qiymətli nə olar kainatda? Bax, həyatınız su kimi axarlı, baxarlı olsun. Verməz şairimiz Zəlimxan Yaqub da deyildi ki, o qədər şirinləşsin. Ömrün, günün, həyatın, nə sən doymaq biləsən, nə səndən doyamamaq. Bax, sizə belə bir ömür, belə bir həyat arzulayıram. Və sonda, yəni düşünürəm ki, sizin gözəl ifanızdan sonra o qədər danışmağa ehtiyac olmayacaq. Sadəcə sağollaşa biləcəm. Və sonda mən başda Orxan müəllim olmaqla bütün Göyçay rayon rəhbərliyinə, həm icra hakimiyyətinə, həm regional mədəniyyət idarəsində rəhbərliyinə, həm mədəniyyət mərkəzinin bütün əməkdaşlarına və eyni zamanda bütün Göyçay ictimaiyyətinə öz sevgi və ehtiramımı bildirərək sizin alqışlarınızla Məzahir müəllimə söz veririm. Çox sağ olun, minnətdarlığımı bildirirəm. Mən sonunda istəyirəm bu çıxışımla Təhnirov müəllimi də burada böyük sənətkarımı Təhnirov müəllimi dəvət edeyim. Kimin bir yerdə bir parçası qısa bir ifa edeyim. Əziz qonaqlarımız, bir daha sizləri təbrik edirəm. Alqışlayaq Məzahir qardaşımızı. Özümdən bir balaca epizodu düzəltmişəm ssenari ki, yadda qalan bir iş olsun. Məzahirin 92-ci ildə toyunu oxumuşam. Bir də alqışlayaq. Bugün davrədə, bilmirəm, o vaxtı bunu tərif eləmişəm. Ancaq bugün istəyirəm ki, bəlkə o təbrik edir. Olar mı? Hayır, maşallah. Teşekkür ederim. Gelen musiqi dostlarımızın, gelen qohumlarımızın
Çok sağ olun. Bir daha hamınıza çok büyük təşəkkürlərimizlə Məzahir müəllimə növbəti yubiley illərini Allah'tan arzulayıb edirik. Və belə bir söz var, deyirlər ki, hər bir ayrılıq yeni görüşün başlanğıcıdır. İnşallah əzizlərimiz, yeni görüşlər. Sağ olun, sağ olun. Çok sağ olun. Çok sağ olun. Teşekkür ederim. Hemen çok sağ olun. Sağ olun. Çok sağ olun. He, sağ ol.